Salam əziz və dəyərli izləyicilərim, əlxüsusda Gəncə şəhərində, dəyərli Gəncədə yaşayan bacı qardaşlarım, Gəncə ətrafında yaşayan, Gəncəyə yaxın olan bütün rayonlara, şəhərlərə, kəndlərə səslənirəm. Elə bir mağaza ilə sizi tanış edəcəm ki, və həqiqətən də ora gedib, oradan bilirsiniz ki, Məryəm xanım sizə nəyi deyirsə gəlirsiniz. Milyonlarla insan şərh yazır ki, Məryəm xanım, Allah sizdən razı olsun. Doğrudan da bura nə gözəl yer imiş, həqiqətən cənnət imiş. Elə bir mağaza ilə sizi tanış eləyəcəm ki, mənim əzizlərim, Allah elə hər bir şeyi səbəblə yaradıb. Əvvəllər apteklərimiz olmayıb, əvvəllər hətta Hipokratın devrində belə med institut olmayıb, mənim əzizlərim. Baxın, türkəçarə həkimləri olublar, onlar bütün otların, bütün yağların, bütün hər bir şeyin biliblər kimyasını və izah ediblər, nəyi necə içsəniz, hansı xəstəliklərdən sağalmaq olar və mənim bir çox pasiyentlərim, məni tanıyanlar bilir, artıq bütün dünyaya səs salmışam ki, elə hər şeyi bir qoydum bir qırağa, möcüzəvi yağlar var ki, mənim ümumiyyətcə sevdiyim bəzi şeylər var ki, onları mən Allahın möcüzələri adlandırıram. Bu Allahın möcüzələrindən mən bütün videolarımda deyirəm. Məsələn, çətənə yağıdır, məsələn, alaqanqal yağıdır, indi sizə onlar haqqında deyəcəm və hardan ən gözəlini, yağın rənginə baxanda, yağın mağazanın bütün aurasına baxanda biləcəksiniz ki, necə hər bir şey təmiz, organikdir, kimyəvi qatqısızdır, özünüzə də ləzzət eləyəcək mənim əzizlərim və ünvanı da deyəcəm səsli şəkildə çox diqqətlə qulaq asın. Baxın, Allahın bu möcüzəvi dediyim bu alaqanqal yağı ki var, təsəvvür edin ki, xristiyanlar Məryəm ananı onlar üçün ən svetoyda nə deyirlər, ən müqəddəs bir insan kimi sayırlar. Təsəvvür edin ki, alaqanqala da Məryəm ana dikəni deyirlər dünyada. Yəni sehirli bir şeydir. Alaqanqal həqiqətən də ciyərlərinizi bərpa edir, düzdür. Həm də eyni zamanda sağlam həyat tərzinə sürməlisiniz. Bunlardan, bu organik məhsullardan istifadə edə. Və ikinci dediyim möcüzəvi qidalardan biridir ki, çətənə yağı. Xərçəng xəstələri çətənə yağından rus dilində konoplyanaya masla deyirlər. Ki, burada da var, hər deyən tapılmır o. Və bilirsiniz, Məryəm xanım bütün Azərbaycanda hamıya bildirdi ağız qarqarası ki, bütün toksinləri orqanizmdən gətirir, çıxardır. Amma bunu süni, sintetik yağlardan yox, o mağazalarda satılan günəbaxan yağları dəhşət saçır. Onlar elə bir qaynar temperaturda, özünüz internetdə yazın, görəcəksiniz ki, onlar necə dəhşət saçır. Sintetikadır, yeməyin mənim əzizlərim o, amma rafinə edilmiş yağlardan istifadə etsəniz, rafinə edilməmiş, təsəvvür edin ki, sağlığınıza qovuşacaqsınız. Artıq mənim pasiyentlərim, qrupumda olan xanımlar, bilənlər bilir ki, mən diyetolog, nutrisioloqam, təhsilli olan bir diyetolog, nutrisioloqam və o yağların necə ki, gözəl bir yağlar olduğunu, soyuq sıxım yağlardan gedir söhbət. Həmən o soyuq sıxım günəbaxan yağında yeməyinizi də pişirə bilərsiniz, ağız qarqaranızı eləyib, bütün toksinləri tüpürcək vəzi ilə orqanizminizdən təmizləyə bilərsiniz. Çətənə yağıdır ki, dediyim kimi xərçəngin, yəni bunlar təsdiqini tapmış bir şeylərdir. Mən danışdıqca ekranda gedəcək mağazanın gözəlliyi, mağazanın aurası, yəni bu mağazanın bəli bir dənə eybi var. Hər bir gözəlliyin bir eybi olan kimi bu mağazanın da bircə dənə eybi var. O da bu mağazada yoxdur. Ədəvaları görürsünüz mənim əzizlərim, hər cür ədəvalar var. Deməli, ədəvaların elə bir qoxusu sizə bəs eləyəcək, biləcəksiniz ki, o mağazada onu iynəyəndə biləcəksiniz ki, necə gözəldir. Bütün növ kremlər olsun, bütün növ cana qulluq vasitələri olsun, hamısı organik, naturaldır, kimyəvi qatqısızdır. Hələ çayları demirəm. Mənim əzizlərim, çaylar var ki, istər ramaşq olsun, istər qızıl gülləçəkləri olsun, istərsə də təmiz Lənkəran çayı olsun, birbaşa, istər yaşıl çay olsun, istər qara çay olsun, ümumiyyətcə özünə dəyər verən, özünün sağlamlığını qoruyan hər bir insanın ünvanıdır bu mağaza. Mən bura deyərdim ki, təbiətin bir möcüzəsi. Bu mağazanın adını mən qoyardım təbiətin bir möcüzəsi. Çünki dediyim kimi, küncüt yağı var ki, hansı ki təmiz kalsidir, badam yağı var, qoz yağı var. Elə bir yağ yoxdur ki, olmasın. İndi keçək sirkələrə. Özünüz ekranda şəkilləri gedir, görürsünüz. Elə növ sirkələr var ki, kivi sirkəsi olsun, alma sirkəsi olsun, hamısı təmiz sirkələrdir. İstər yağlarınızın əriməsində olsun, istər mədə-altı vəzninizin müalicəsində olsun, çəkidən azad olmaqda olsun, hər cürə sirkələr var. Yəni orada siz tanış olduqca və mağaza belə bir mağazadır ki, mağazada işləyənlər də
təsəvvür edin ki, hamısı mütəxəssislərdir. Bir var ki, gedirsiniz bilmədən, görmədən bunu alsam görəsən necə olar, alırsınız. Yox. Bu mağazada sizə geniş izah eləyəcəklər nə üçündür və onu necə istifadə eləmək olar. Bütün növ qoz fındıqlar olsun, hamısından var. Yəni dediyim kimi bu mağazada yoxdur mənim əzizlərim. Və gördüyünüz, baxın bu ekranda gedir. Gördüyünüz bütün bu təbiətin möcüzəsini bu mağazaya gətiriblər. Bu mağazada gördüyünüz, bax bütün nə görürsünüzsə hamısı organikdir. Tam ürək açıqlığından ala bilərsiniz ki, Məryəm xanım deyib, bilirəm ki, gəlib yazacaqsınız ki, Məryəm xanım halal olsun sizə. Doğrudan da bu mağaza neymiş? Sarı kökünüz olsun, zəfəranınız olsun, sonra zəncəfiliniz olsun. Bilirsiniz, mən çox pasiyentlərimə deyirəm, bunlar özü də Allahın bir möcüzələridir mənim əzizlərim. Göydə guruldayır, bu da bir təsdiqdir ki, Məryəm xanım düz deyir. Allahıma şükür olsun, Allahıma həmd olsun. Mən sizə mağazanın ünvanını da səsli şəkildə deyəcəm. Yenə də deyirəm, bu mağazaya girdinizsə, sizin canınızın sağlığı üçün nə lazımdırsa Allah tərəfindən təbiəti gətiriblər bu mağazaya. Və indi isə sağlamlığın, təbiiliyin, organikliyin, natural hər bir şeyi tapacağınız bu möcüzəvi mağazanın linkini də paylaşacağım. Girib səhifələrində də baxa bilərsiniz, sifariş də eləyə bilərsiniz. Hər yerə çatdırılma da var. Dediyim kimi mütəxəssislər də hər şeydə sizə geniş izah edəcəklər. Bütün ürəyinizdən keçən organik, Allahın möcüzəvi hər bir şey bu mağazada var. İndi isə sizə ünvanını deyəcəm mənim əzizlərim. Səsli şəkildə deyəcəm ki, Gəncəlilər sizin yerinizdir, xoş halınıza, bəxtəvər başınıza ki, hər şeyin elə bir təbiisini, organikini gedib bu mağazadan əldə edəcəksiniz. Gəncə Molun küçəsidir. Həsən Əliyev 31 mənim əzizlərim. Gürcü səfirliyi ilə üzbəüzdür. Hündür mərtəbəli binanın altı. Mağazanın adı isə böyük hərflərlə yazılıb Əfəndi Organik Məhsullar. Bəli, doğrudan da ən organik məhsulların ünvanı Gəncə şəhərində. Mənim əzizlərim bütün günü işləyir, hər yerə də dediyim kimi çatdırılmaları var. Səhifələrinə girib, linkini basaraq səhifələrinə girib bütün növ tumlar olsun, yarpaqlar olsun, çaylar olsun, yağlar olsun, ümumiyyətcə organik insan sağlamlığı üçün nə istəyirsinizsə mənim əzizlərim bu mağazada var. Sağ olsunlar ki, insanların sağlamlığı üçün bu qədər əllərindən gələni edirlər. Allah onlardan razı olsun mənim əzizlərim. Buyurun və hər birinizi şərhlərdə gözləyirəm ki, bismillah olsun. Görürsünüz necə də göy gurulduyur və hər birinizdən şərhlər gözləyirəm ki, gəlib yazasınız ki, Məryəm xanım doğrudan da necə gözəl mağazaymış və bu xəstəliklərdən azad olduq. Həmən mağazadan aldığımız organik məhsulların əvvəl Allah, sonra bu mağazadan aldığımız organik məhsulların sayəsində. Mənim əzizlərim, Məryəm xanımın adından gedənlərə də hədiyyə olacaq əzizlərim. Sağ olun mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.